Faliqanı ayağımızın üstünə qoyuruq və o bizə yaxın gəlməyəcək. Bunun üçün ilkin olaraq corabımızı geyinirik. Bunun da üstündən faliqamızı bax gözəl belə bağlayırıq. Üstündən bir ədəd də corab geyinirik. Bu qayda ilə ayağınız hər zaman isti qalacaq və üşüməyəcək. Ona görə kimin ayaqları tez-tez donursa, bu üsulu mütləq yoxlaya bilərsiniz. Bundan savayı əgər diz, ayaq, oynaq, dirsək, bel ağrıları varsa, məsələn ayaq ağrılarında faliqanı bax bu qayda ilə bağlayırsınız ayağınıza və gecədən səhərə kimi saxlayırsınız. Səhərə artıq heç bir ağrı sizlərdə qalmayacaq. Diz ağrıyırsa dizə, bel ağrıyırsa belə edə bilərsiniz. Bu arada siz bu üsulu ayağın üstündən elsiz, yəni şalvarın altından mən çəkiliş üçün belə elədim. Videonu like edin, kanalıma abunə olun daha çox faydalı videolar üçün və şərtdə də yazın ki, mənə maraqlıdır. Arıqlamaq istəyirsiniz, yoxsa çəkinizi artırmaq, yoxsa çəkinizdən razısınızmı? Əgər ki, arıqlamaq istəyirsinizsə 1 aya 10-15 kilo, 2 həftəyə 6-7 kilo mənə WhatsApp arıqlama proqramı yazın. Hər birinizə məlumat göndəriləcək, nəticəyə zəmanət verilir.